Esselamu Aleyküm değerli izləyicilər. Qəbələ şəhərində yanğın söndürmə məntəqəsinin arxa hissəsində dağlar döşündə 1,5 hektar torpaq sahəsi satışa çıxarılıb. Ərazinin turizm üçün tikinti sənəddə var. Hətta 1,5 hektarda əlavə dağa çıxmağa icazəsi. Turizm məqsədi ilə. Çox möhtəşəm bir panoraması var. Göstərim sizə. Qəbələ şəhərində turizm üçün tək-tük belə bir ərazilər qalıb. Ərazinin çox möhtəşəm havası, panoraması var. Dostlar, yanından çay axır. Bir tərəfindən çay. Baxın, gördüyünüz kimi orada da körpü var. Bu ərazi ilə bağlı, qiymətlə bağlı, ətraflı məlumat istəyən şəxslər əlaqə saxlasınlar. Hamıya uğurlar.